Salam, hər vaxtınız xeyir olsun. Birinci sualdan keçək izahlara. 30 yaxın sual var. İnanıram ki, faydası olacaq. Zəhmət olmasa kanala abunə olmağı və fikirlərinizi bölüşməyi unutmayın. Birinci sual nə deyir? Aşağıdakı fiqur bərabər kvadratlara bölünmüşdür. Fiqurun 5də 2 hissəsinin rənglənmiş olması üçün əlavə olaraq neçə kiçik kvadrat rənglənməlidir? Əvvəlcə gəlin görək bu fiqurun içində neçə dənə balaca kvadrat var. 1, 2, 3, 4, 5, 6 dənə. 6. 1, 2, 3, 4, 5 dənə də eyni. 6 vurulsun 5, 30 dənə fiqur var. Və içərisində neçə dənə mavi var? 1, 2, 3, 4, 5, 6, 7, 8 dənə mavi var. 8 dənə mavi var. İndi 30'un 5'də 2 hissəsini tapaq. 30 vurulsun 5'də 2'yə. Bunun məxrəcinə 1 atırıq. 6, 6, 2'nin 12. 8 dənə mavi olduğuna görə 12'dən də çıxırıq 8'i. Qalır nə qədər? 4 dənə əlavə fiqur rənglənməlidir. Keçək ikinci suala. İkinci sualda nə deyir? Deyir, aşağıdakı variantların hansı bu ədədini ifadə edir? Bu ədədin sıfırlarının sayına baxsaq, görərik ki, baxın 1, 2, 3, 4, 5 dənə. İndi B variantına fikir versək, 2'nin yanında 3 dənə sıfır var. Yazdım bunu. Bəs 100'ün neçə dənə sıfır var? 2 dənə, 1, 2. 1, 2, 3, 4, 5. 5 dənə olduğuna görə B variantı. Keçək 3-cü suala. Nə deyir? Murad 96 manat pulun 12'də 7 hissəsini qiymətləri eyni olan 7 kitab aldı. Bir kitabın qiyməti neçə manatdır? Əvvəlcə 96 manatın 12'də 7 hissəsini tapaq. Görək ümumilikdə nə qədər kitaba pul verir. 96 vurulsun 12'də 7. Məxrəcinə 1 əlavə edirik. 12 ilə 96 8. 8-i də 7 vuranda 56. 56 manat pul xərcləyib. Amma ki 7 dənə kitab alıb. Bir kitabın qiyməti 56 bölünsün 7. 8 manat. Bu da oldu C variantı. Keçək 4-cü sual. Nə edirik? Əvvəlcə vergülləri buradan itiririk. Məsələn, fikir versək, vergüldən sonra görüb neçə dənə rəqəm var? 1, 2, 3, 4. Yəni, birinin yanında 4 dənə 0 yazsam, 1, 2, 3, 4 dənə 0 yazsam, bu nə eləyəcək? 28. 2,8'i də 2,8'i də 4 dənə 0'a vururuq. Çünki hər tərəfi 4 dənə 0'a vururum. Yəni 10.000'ə. 3 belə də 4. Yadınızda saxlayın ki, vergilər oyunda bir dənə rəqəm, bir dənə 0'ı vuranda yeyir. Bu da nə qədər eləyəcək? 28 yanında 3 dənə 0. Bunu da böləcəm nəyə? 28'ə. 28'ə. 28, 28'ə bir dəfədir. Yanında da 3 dənə 0. Buradan yazıram. M nəyə bərabərdir? 1000'ə. Sonra keçək N-i tapaq. N-in elləri vergülü itirmək üçün hər tərəfin 10'a vuranda 2,8 vurulsun 10 nə qədər eləyir? 28. Bu ifadəni də 10'a vururam. 280.000, yəni 3 dənə 0 vurulsun 1 dənə 0. Bu da eləyir nə qədər?
Bu da bərabərdir. 28'in yanında 4 tane 0. 1, 2, 3, 4 tane 0. Bu ifadəni, çünki bu 28 n eləyir də. 28 n ilə 28 n nəyə bərabərdir? 28 yanında 4 tane 0. 1, 2, 3, 4. N də bərabərdir. 28'i 28'e böləndə 1, yanında da 4 tane 0. 2, 3, 4, yəni 10.000. 10.000'i də 1000'ə böləndə, çünki bizdən n bölünsün m, yenimiz neydi? 10.000, 1, 2, 3, 4 bölünsün 1000'ə. 1, 2, 3 tane 0 buradan getdi. Cevap ne oldu? 10. Bu da oldu B variantı. Keçək 3-cü suala. Nə deyir? Bölmə əməlində bölünənlə bölənin fərqi 81. Yazıram. Bölünən çıxılsın bölən bərabərdir 81'ə. Buradan bölən nəyə bərabərdir? 81 üstünə gəlinsin bölən. Yəni mən böləni neçə tapsam, onun üzərinə 81 gəlsəm, bizdən nəyi verəcək? Bölünəni verəcək. Sonra nə deyil? Natamam qismət 7. Qalıb 9 olarsa. Əgər bölünəni tapmaq istəyiriksə, həmişə bölənə vuracağıq natamam qisməti, üzərinə gələcək 9 qalıdır. Bu da nə eləyir? 7b vuranda 7b üstə gəlinsin 9. Bu ifadə, baxın bu ifadə ilə bir-birinə bərabər olduğuna görə bunları bərabərləşdirirəm. Yazıram. 7b üstə gəlsin 9 bərabərdir 81 üstə gəlsin b. 7b'dən çıxıram b-ni, 81'dən də çıxıram 9'u. Buradan 6b verəcək bizdən 72. B də bərabərdir 72 bölünsün 6. Buradan b də bərabərdir nəyə? 12. B-ni tapdım. Bu ifadədə gətirib yerinə qoya bilərəm. Dedi axı, böləni necə taparıq? Daha doğrusu bölünəni. Bölənlə 81'i toplamalıyıq. Bölən neçə idi burada? 12 idi. 81 üstədən 12 gələndə eləyir 90. Bizə bu ədədlərin, yəni bölünənlə bölənin cəmi soruşduğuna görə 93 üstə gəl 12. Bu da nəyi verir bizdən? 105'i. Bu da doğru variant A variantı oldu. Keçək 6-cı suala. 6-cı sualda nədir? Yenə də vergülü itirmək üçün burada 2 dənə rəqəm var deyə hər tərəfi nəyə vururuq? 100'ə. 2,1 vurulsun 100. Nə qədər eləyir? Dedik bir dənə vergül, bir dənə 0 yer deyə olur 21. 0'dan 100'də vurulsun 100'ə. Bu da eləyir nə qədər? 7. Bu üzr istəyirəm. Bir dənə 0 yeyəndə bu 210 olur da. Bir dənə 100'ün 2 dənə rəqəmi var idi axı. 210'u da böldürük 7'yə. Düşür nə qədər? 30. Bu ifadə nəyi verdi bizə? 30'u. Bunu sildirəm. Buradan yazıram 30. Bu ifadə 30. Üzərinə gəlsin. İndi bu ifadəni tapıram. Yenə də baxın 0 tam 1000'də 6. Bunu da
Vergülü itirmək üçün hər tərəfi 1000-ə vuraram. 1, 2, 3. Bu da eləyir nə qədər? 6. İndi 0-dan %24'ü də vururam 100'ə. 1000'ə. Çünki hər tərəf 1000'ə vururam. Dedik 2 dənə vergül, 2 dənə 0 yeyir. Burada qalır nə qədər? 240. 240'ı da bölürəm 6'ya. Düşür nə qədər? 40. Bu ifadə də elədik 40. Üzərinə gəlirəm. 9'u da 0,9'a böləndə. Hər tərəfi ona vuranda nə qədər eləyir? 90 bölünsün 9. Nəyi verir? 90'ı 9'a böləndə 10. Bunların cəmini soruşur. 30 üstəgəl 40 üstəgəlsin 10. 30 da 40 70 70'dən 10 gələndə 80 verir. A variantı. Keçək növbəti suala. 7-ci sual. Nə deyir? Ədədi 100 dəfə artdırdıqda 42'dən 4 dəfə 5 ədəd alınır. Bu ədədin 4də birini tapın. Ədəd olsun x. Vurulsun. 3 dəfə artırdım. Bərabər elədim. 43'dən 4 dəfə böyük olan ədəd edir. Buradan 3x nəyə bərabərdir? 42 vurulsun 4'ə. Buradan x bərabərdir. İstəsiz 42'ni vurası 4'ə. Bilərsiniz 3'ə fərqi yoxdur. Mən belə ixtisar olsun deyə rahat olsun deyə belə yazıram. İndi ixtisar aparsaq 3 ilə 42'ni burada qalacaq 14. 14'ü vuracağım 4'ə. Vurmuram. Onsuz da mənə 4də 1'ini deyirdi ya. 14'ün vurulsun 4. Vurulsun 1'də 4. İxtisar getdi nə qaldı? Yenə də 14. Bu da oldu. D variant. Elə bil 14'ü 4'ə vuranda 56. 56'nın da 4'də 1 hissəsini tapırsınız. Bu da eləyir nə qədər? 16. Keçək 8-ci sual. Nə deyir? Əvvəlcə gəlin A-nı tapaq. Yazıb 3A üstəgəl 24 bərabərdir 63'ə. Buradan 3A bərabərdir 63 çıxılsın 24'ə. Buradan 100A bərabərdir 63'dən 24 çıxanda 39. Buradan A da bərabərdir 39 bölünsün 3'ə. Buradan A da bərabərdir 13'ə. A-nı tapdım onu. İndi B-ni tapıram. 7B çıxılsın 19 bərabərdir 37'yə. Buradan 7B bərabərdir 37 üstə gəlsin 19. Buradan 7B bərabərdir 56'ya. B də bərabərdir 56 bölünsün 7'yə. B də bərabərdir nəyə? 8'ə. 8 ilə A 13 idi. Üstünə gəldirəm 8'i. Bu deyir nə qədər? 21. 21. Sonra 9-cu sual. Nə deyir? 3 saatın 6'da 5 hissəsi ilə 2 saatın 4'də 3 hissəsinin fərqini tapın. Baxın dostlar, 1 saat 60 dəqiqədir. 60 dəqiqə. İndi 3'ü vuracaq 60'a. Girəcək 180. Vurulsun 6'da 5. Görün neçə dəqiqə eləyir. İxtisar aparsaq 60 ilə 6'nı hər tərəfini 6'ya bölsək 1. Burada qaldı 10. 10'u vursam 3'ə 30. 30'da 5'ə vuranda 150 dəqiqə. Sonra indi 2 vurulsun 2 saat deyə vuracağım 60'a. Dəqiqə çevirdim 120 dəqiqə. Vurulsun 4'də 3'ə. Yenə də ixtisar aparsaq. Baxın 2 ilə 4'ü yaparanda burada qaldı 2. 2 ilə bu 60'ı yaparanda qaldı burada 30. 30'da 3'ə vuranda 90 dəqiqə. İndi 150 dəqiqədən də 150 dəqiqə çıxılsın 90 dəqiqə. Nəyi verir? 60 dəqiqə. 60 dəqiqə neçə saatdır? 1 saat. Bu da oldu A variantı. Keçək növbəti suala. 10-cu sual. Nədir? A ədədi B ədədinin 4'də 3'ü qədər yazıram buradan
A ədədi bərabərdir. A ədədi bərabərdir. B-nin 4'də 100. B vurulsun 4'də 3'ə. Yəni mən B ədədinin 4'də 3 hissəsini tapsam, hanı verəcək? C ədədi B ədədinin 3'də 2'si qədərdir. C ədədi bərabərdir. B ədədinin 3'də 2'si qədər. 3'də 2 hissəsi qədər. Və C ədədini buradan 24 olduğunu verir. Buradan C bərabərdir 24 yazıram. 24. Baxın, B-nin altına 1 yazıram məxrəcinə. 2B bərabərdir. 3 vurulsun 24'ə. Buradan B də bərabərdir. 3 vurulsun 24 bölünsün 2'yə. Buradan B nəyə bərabərdir? 24 2 bölən 12, 12 də 3'ə böləndə 36. Deməli, B ədədi nə qədərdir? 36. İndi A ədədini tapırıq. A ədədini gətirik bura. Buradan yazırıq 36. Çünki A ədədi B ədədinin 4'də 3 hissəsi qədərdir. 36 ilə 4'ü ixtisar aparanda burada qalır 9. 9'u da 3'ə vuranda eləyir 27. Bizdən nə soruşmuşdu? A ədədi ilə B ədədinin 27 cəmini soruş. 27 üstə gəl. 36. 100. 63. Bu da oldu D variantı. Keçək 11-ci sualda. Nə deyir? Ədəd oxu xətlərlə bərabər hissələrə bölünmüşdür. A üstə gəlsin B. Baxın, variantlara baxsam görürəm ki 8. Yəni bu 8 olması üçün bu hissdə 8'də 8'dir. Düzdür? Bu hissdə neçə olacaq? 8'də 7. Bu hissdə 8'də 6. Bu hissdə 8'də 5. Bu hissdə 8'də 4. Bu hissdə 8'də 3. Bizə A ilə B-nin cəmini soruşur. A 8'də 3, üstə gəl. B də 8'də 5. O da eləyir nə qədər? 8'də 8, üstə 5 gələndə 8 eləyir. Bu da eləyir nə qədər? 1. Bu da oldu C variantı. Keçək 12-ci suala. 12-ci sualda necə tapırıq? Baxın. Bərabərsizliklər verilib, K-nın yerinə yazıla bilən natural ədədlərin cəmi necə olar? Gəlin baxaq. Yenə də nə eləyirəm? Bax, görürəm ki, məxrəci 12'dir. Hər tərəfi 12'yə vursam, məxrəci azad eləyərik. Yəni, baxın, 12 vurulsun, 12'də 5 üstünə gəlsin, 12 vurulsun, K bölünsün 12 bərabərdir. Daha doğrusu kiçikdir. 1 vurulsun 12. Çünki hər tərəfi 12'yə vurmuşam. Pay yoldaşlar. Bu 12'lər buradan ixtisara getdi. Bu 12'lər buradan ixtisara getdi. Yuxarıda nə qaldı? 5. Üstə gəlsin K. Biri də 12'yə vuranda 12. Buradan K nəyə bərabər? 12'dən çıxıram 5'ə. K kiçikdir nədən? 7'dən. Bizə hansılar lazımdır? Ödəyəcək ədədlər. Yəni, K-nın yerinə hansı ədədlər olmalıdır? K-nın yerinə olmalıdır. 1, 2, 0 da ola bilər, amma 3, 4, 5, 6. 7 ola bilməz. 7 əgər belə bir xətt olsaydı, onda 7'ni özün götürərik. Bu ədədlərin cəmini soruşur bizdən. Belə bir qayda var deyə, rahat olsun deyə. Ne eləyirsiniz? Belə bir düsturumuz var. N vurulsun, N üstə gəlsin 1, bölünsün 2'yə. N burada sonuncudur da, burada 6 olacaq dostlar. Ən sonuncu burada nədir? 6. 6'nın üzərinə 1 gəldirəm, 7 bölürəm 2'yə. 6, 7'nin 42, 42'ni 2'yə böləndə 21. Aydındır. Məsələn 8 olsaydı, 1-dən 8'ə qədər ədədlərin cəmi necə tapardı? 8'dən bir vahid böyük ədəd 9. 8'ə vurardı 9'a. 70-72'ni bölərdik 2'yə, eləyərdi 36. Yəqin 2 aydın oldu. Sonra keçək 13-cü sual. Nə deyir?
Kvadratın tərəflərinin uzunluğu 5 sm azaldıqdan sonra sahəsi 36 sm kvadrat oldu. Əvvəlki kvadratın sahəsi neçə sm kvadrat idi? Baxın, bu kvadratdır. Kvadratın bütün tərəfləri bir-birinə bərabərdir. Əvvəlki deyək ki, x idi. Bunu 5 sm azaltsam, yenə də hər tərəfindən 5 azaldıram da, tərəfini 5 dəfə azaltmışam. Onda kvadratın sahəsi nəyə bərabərdir? Yəni, bunu 2 dəfə bir-birinə vururam da. Yəni, baxın dostlar, x çıx 5, x çıx 5. Bu nə deməkdir? Bundan 2 dənədir deyə, buraya yazıram nə? 2. Bərabərdir nəyə? 36. İndi, elə bir əldə olmalıdır ki, 5 çıxsan, kvadrata qaldırsan, 36 eləyər. 11. 11-dən 5 çıxanda 6, 6-nın kvadratı 36. Və yaxud da belə yaza bilərsiniz. 2 çıxılsın 5-in kvadratı bərabərdir. 6-nın üstü 2. Bu 2-ləri buradan xısara apardınız. Nə qaldı burada? 2 çıxılsın 5 bərabərdir 6-ya. X də buradan bərabərdir 6, üstə gəlsin 5. Bu da nəyi verir? 11. Bizdə deyir, əvvəlki kvadratın sahəsi nəyə bərabərdir? 11 tapdıq. 11-in də kvadratı edir nə qədər? 121. 11 11-ə vuranda 121 variantı. Keçək 14-cü sual. Nədir? 6 rəqəminin bir ədəd verilir. Bunları 10 minlərə qədər yuvarlaşdıranda 150.000 alınırsa, B-nin ala biləcək qiymətlər cəmi neçə olar? Baxın dostlar. Əvvəlcə baxın, yazın bura. 15 A 7 B2. Düzdür. İndi baxaq. Təklik, onluq, yüzlük, minlik, 10 minlik. 10 minlik gəldi 5-in üstünə düşdü. 5-in sağına baxıram. Deməli A-dır. Elə bil ki, burada, tutaq ki, burada 8 olsaydı, biz həmin rəqəmi 5-i yox, 1 vahid artırardıq. Və yaxud da 6 olsaydı 1 vahid artırardıq 5-ə. Hansı rəqəmlərdə artırırdıq? 5, 6, 7, 8, 9 gələndə öcündən sonra bu rəqəmlər gəlibsə 1 vahid artırırdıq, digərlərini sıfırlayırdıq da. Ona görə nə edirik? Bu dəyişmədiyinə görə onda hansı rəqəmlər gələcək? 0, 1, 2, 3, 4 gələcək. Düzdür. Bu rəqəmlər gəlsə, bunu yuvarlaşdıranda 10 minlərə qədər 150.000 ödəyir. İndi bizə deyir ki, bu nə idi? A idi də, A rəqəmi. Yəni, A-nın neçə dənə halı var? 1, 2, 3, 4, 5 dənə hal var. Amma ki, A ilə B-nin cəmi nəyi verir? 6-nı verir. Görə indi, bax, buradan A-nı yazıram. Buradan A-nı yazacağım, buradan B-ni yazacağım. A-ları yazıram 0, 1, 2, 3, 4. Düzdür. İndi mən 6 olması üçün B neçə olmalıdır? 6 olmalıdır. 1-i var. 5 gəlsəm 6 eləyər də. A ilə B-nin cəmi. 2 var, 4-ü 3 çatışmır. 3 var, 3-ü çatışmır. 4 var, 2-si çatışmır. Deməli, bu ədədlərin cəmini soruşur. B-nin ala biləcək qiymətlərin cəmini soruşduğuna görə baxın, 2, üstə gəl 3, üstə gəl 4, üstə gəl 5, üstə gəl 6 bərabərdir. Dedim, birdən nə qədər ədədlərin cəmi necə tapırdı? 6-nı vuracam 7-yə, vuracam 2-yə. Gedəcək nə qədər? 21. Axı 1 yox idi burada. 21-dən də 1 çıxıram. Nə qədər olur? 20. İstəsiz 2 üstə 3 gələrsiniz 5, 5 üstə 5, 10, 10 üstə 4, 14, 14 üstə 6 gəlsiniz 20 eləyər. Yəni sizə kim necə rahatdırsa o cürdə həll edin. On 5-ci sual. Nə deyir? 3 ədədin hasili yazıram burada. A ədədi vurulsun B ədədi vurulsun C ədədi nəyə bərabərdir? 20,2-yə. Vuruqlarından biri 1,2 dəfə, digərini 1,5 dəfə artırıldı. İndi fikir verin. Görə bu ədəd necə dəyişir? 20,2 vurulsun 1,2 vurulsun 1,5 bölünsün 0,2-yə. Düzdür.
Əvvəlcə nə edir? 1,2-ni vuruyorum 1,5'ə. Gəlin vuraq bunu. 1,2-ni vururam 1,5'ə. Vergüllə işim yoxdur. 5 2'nin 10, 1 yadda, 5 1'in 5, 6 üstə gəl. 1 2'nin 2, 1 1'ində 1. Toplayanda 0, 8, 18. İndi baxın 1, 2. 2 dənə vergül vardı deyə 1, 2. Bu da nə qədər? 1,8. 1,8. İndi 1,8'i də 0,2'ye böləndə. Bu ilə də 1,8 bölünsün 0,2'ye. Hər tərəfini ona vuranda nə qədər edir? 18 bölünsün 2'ye edir nə qədər? 9. Düzdür? 9. İndi 20,2'ni də vurdum 9'da 8 1 2 9'unda 18. İndi vergilə baxıram. Bir dənə var deyə 8'dən sonra vergil atdım. 181,8. Sonra keçək növbəti suala. Burada necədir? Ardıcılıqlarla bağlı suallar verilib. Necədir? Baxın burada 3'dən 5'i necə ala bilərik? 3'dən 5'i plus 2 gəlsək. 5'dən 4'ü necə ala bilərik? Plus 4 gəlsək. 9'dan 17 necə ala bilərik? Plus 8 gəlsək. 17'dən 33 necə ala bilərik? 16 gəlsək. Düzdür? 33'dən 65'i necə ala bilərik? 32 gəlsək. Baxın bu ardıcılıqlar necədir? 2, 4, 8, 16, 32. 2'ye vurma ilə gedib də. 2'yi 4'e vuran 8, 8'i 2'ye vuran 16, 16'nı 2'ye vuran 32. 32'ni vuracağım növbəti 2'ye. Eləcə nə qədər? 64. İndi 65'in də üzərinə, sonuncunun üzərinə 64'ü gələcəm. 64 üstə gəlinsin 65. Bu da eləcə bizdən 9, 129. Var elə bir cavab A variantı. Sonra 17-ci sualda necədir? Aşağıdakı toplama əməlindən M üstəgəl N'in cəmini tapın. Baxın. N'ə 5 versəm 5, 5, 5. 3 dənə 5'in 15 eləyirmi? Həqiqətən 25 idi, 5 yazdım. Sonra N ilə N'in cəmi 10 eləyir. O da 1. 15 yazmışdı axı. 15. 1'in yadda saxlamışdıq. 11. İndi 11. Fikir verin dostlar. 10, 10 üstə 1, 11. Bu 8 olması üçün neçə lazımdır? 18 eləsin. 7 lazımdır da. M də nəyə bərabərdir? 7'yə. N də bərabərdir 5'ə. İndi yoxlayaq. Görə düzdürmü? 8. 7'si 7, 14. 14 üstə 1 gələndə 15. N'yi 5'i verdi mi? M də 7 idi. 1 yadda. 15'in yazırıq. 1 yadda idi deyə. Bu da 8. 7 ilə 5'in cəmi soruşduğuna görə 12. Bu da eləyir hansı variant? A variant. Keçək növbəti suala. 18-ci sualda nədir? 50 rəqəmlərin əvəzinə hərflərlə istifadə etməklə şifrə qurub. Deyir, doğru kəlməsi rəqəmləri fərqli 4 rəqəmli ən böyük ədəd. 4 rəqəmli ən böyük ədəd hansıdır? 4 rəqəmli ən böyük ədəd. Deməli, 4 rəqəmli ən böyük ədəd. Yazıyorum, baxın buradan D, O, R, E. 9, 8, 7, 6. Çünki fərqlidir də. MIFA. MIFA kodu nədir? M, I, F, A. Rəqəmləri fərqli 4 rəqəmin ən kiçik ədəd. Ən kiçik ədəd birinci 1 olmalıdır, sonra 0. Çünki 0 ilə başlayan bir ədəd yoxdur deyə əvvəl yazmadım. Sonra gələcək 2, sonra gələcək 3. Düzdür. İndi bizdən deyir ki, formaya kəlməsinin hansı uyğundur? Baxın, F-in kodu nə idi burada? F-in kodu burada üçüncü olan hansıdır? Baxın, üçüncü 2'dir. 2. Onun kodu nə idi? Onun kodu 8. İkinci olan 8 idi burada. Sonra R-in kodu. R-in kodu nə idi burada? R-in kodu 7 idi. 2, 8, 7. M-in kodu nə idi? M-in kodu 1.
Burada 1 idi. 1. Sonra E'nin də kodu nə idi? 6-dır. Deməli 28 716 var. 28 716 bu da oldu D variantı. Keçək növbəti suala. Nə deyir? Solmaz eyni ölçülü çöplər ilə aşağıdakı kimi soldan sağa doğru fiqurlar düzəldir. Gəlin baxaq, görək bir dənə fiqur hansıdır? 15-də baxın budur. Buraya qədər. Neçə dənə çöp çıxardı? 1, 2, 3, 4, 5, 6, 7, 8, 9, 10, 11 dənə. İndi 54'ü bölüm 11'ə. Görüm neçə dənə fiqur düzəldib belə bir böyük fiqur. 54'ü böldüm 11'ə. Düşdü nə qədər? 4 dənə. Qalıb qaldı. 44-44'dən də 11 çıxanda 10. Yəni solmaz 5-ci düzəldir. 5-ci düzəldir. Amma ki ondan bir dənə, hər bir fiqurdan 11'dən olurdu. Biri çatmır da. Çünki 10'un üzərinə 1 olsaydı 11 olardı. Deməli, bizdən də sonuncu hissəsini soruşduğuna görə sonuncu hansı olacaq? D variantı olacaq. Niyə görə? Gəlin baxaq. Bu hissəyə qədər fikir verin. Bax, gəlin bir də sayaq. Bax, 1, 2, 3, 4, 5, 6, 7, 8. Bu hissəyə qədər 9. Bu 10'dur, bu da 11'dir də, düzdür. Baxın, indi 9, 10, daha da 9, bu oldu 10. Bir dənə belə olmalıdır ki 11 olsun da, bu da oldu D variantı. Digərləri çox eləyir, olmaz. Sonra keçək 20-ci sual, bu da maraqlı sualdır. Nədir? Birinci nədir? Gəlin onu tapaq. Daha doğrusu B'ni tapaq. Baxın, B'nin 18 hara düşür? B ilə B'yə. Yəni biz 2 dənə B'ni 18'ə bərabər eləsək, buradan 2B nəyə bərabərdir? 18'də. B də bərabərdir. 18'i böldürük 2'ə. B də bərabərdir 9'a. B'nin qiyməti oldu 9. İndi fikir verin. Buradan gedirəm. B'nin qiymətini 9 yazıram. Sonra İndi 12'ye baxaq. 12 nə ilə kəsilir? C ilə, bir də B ilə. Düzdür? Baxın. Yəni C üstə gəlsin B bərabərdir 12. Buradan B'ni bildirəm də, B'ni buradan silirəm. Nə yazıram? 9. Buradan C nəyə bərabərdir? 12'dən çıxıram 9. C də bərabərdir nəyə? 3'ə. C'ni tapdım 3. İndi A'nı taparam. C'ni 3 yazdım buraya. A'nı tapaq. İndi fikir verin. Onu nə ilə kəsişir? C ilə, düzdür, bir də A ilə kəsişir. Yəni buradan yazırıq. C üstə gəlsin A. C üstə gəlsin A bərabərdir 13'ə. Düzdür. C'ni bildirəm axı 3'dür. 3 üstə gəlsin A bərabərdir 13'ə. Buradan A nəyə bərabərdir? 13'dən də çıxıram 3'ü. A da bərabərdir 10'a. Bizdən də A'nı soruşduğuna görə bu da oldu C variantı. Sonra keçək 21-ci suala. 21-ci sualda nə deyir? Fikir verin dostlar. Usbucaq fikir versək buradadır da, gətirib yerinə qoyuruq. Yəni 3 usbucaq 1 bərabər deyil. 3 vurulsun 3, çıxılsın 4 vurulsun. B'də 1-də. 3 üçün 9, çıxılsın 4 birində 4. 5. Bura elədi nə qədər? Bura elədi 5. İndi 5 rom 2'yə baxaq. Bunu gətirib hara qoyuruq? İkinci düsturda yerinə qoyuruq. Bu ifadəni burada qoydum. Bu ifadəni də harada qoydum? Burada qoyacağım. Buradan A bərabərdir. Baxın 5'ə. B də bərabərdir 2'yə. Burada məsələn 2A yazılsaydı, A'nın yanında baxın burada 2 yazılsaydı, 5'i böləcəkdim 2'yə. Yazılmadı deyinə. A 5 qalacaq. Sonra
İndi 2-ni vuracağım 5'ə, üzərinə gələcəm, 2 vuracağım 2-yə. 2 5-in 10, üstə gəlsin. 3 2-nin də 6, 10 üstə 6 2-nin də 16. 16, üstə gəlsin 5, bu da nə qədər? 21. Bu da oldu D variantı. Keçək növbəti suala. 22-ci sualda nə deyir? Deyir, Ayşənin bir dənə yaşıl, 3 dənə mavi, 3 dənə də qırmızı kubu var. Ayşə eyni rəngli kubların bir-birinə toxunmayacaq şəkildə aşağıda kimi üst-üstə qoyur. Buna görə A hərfinin yazılı olan kub hansı rəngdə olar? Baxın, məsələn, bura mavini qoysaq, düzdür? Mavi. Mavini qoydumsa, bura mavi qoya bilmərəm. Düzdür? Çünki toxunmamalıdır rənglər. Ona görə bura mavi qoymuram. Eyni zamanda yuxarı mavi qoya bilmərəm. Çünki toxunacaq. Burada mavi qoya bilmərəm. Çünki toxunacaq. Düzdür? Və yaxud da bura mavi qoya bilmərəm. Çünki toxunacaq. Bura mavi qoya bilmərəm. Toxunacaq. Onun da bir halı var. Ortaya yaşıl yazsam. Baxın, aya yaşıl. Yaşıl qoydum. Bura mavi yazdım. Düzdür? Mavi. Toxunması üçün bura qırmızı yazdım. Bura mavi yazdım. Düzdür? Bura mütləq qırmızı yazmalıyım. Sonra. İndi bura qırmızı yaza bilmərəm də. Çünki qırmızı yazsam uyğun gəlməyəcək. Bura mavi yazdım. Buraya da qırmızı yazdım. Fikir verin. S1-i toxunmadı. Buradan doğru variantda A-nın yerinə də yaşıl oldu. Keçək. 23-cü sualda. 23-cü sualda da nə deyir? Kvadrat verilir. Hər sətr sütunda 2 dənə qırmızı dairə olmalıdır. Bizə deyir ki, ən az dairənin yerini dəyişməliyik ki, hər sətirdə sütunda 2 dənə olsun. Ona görə baxın dostlar. Burada 2 dənə də ehtiyac yox idi. Və burada var. Bunların birinin yerini dəyişmək lazımdır. Hansının yerini dəyişmək lazımdır? Onu da öyrənmək lazımdır. Əgər, baxın, bunu gətirsəm, qoysam, baxın, bura, yenə bu sütunda 3 dənə olacaq da. Ona görə nə eləmək lazımdır? Altdakının yerini dəyişmək lazımdır. Bu fiquru, bunu buradan silib, gətirib, baxın, burada qırmızı yerinə qoysam. Fikir verdiniz. Burada 2 dənə, burada 2 dənə, burada 2 dənə, burada da 2 dənə. Bu qara görsənmir, pozulub, yoxdur. Deməli, ən az bir dənə mümkün yer dəyişdim. Sonra keçək 24-cü suala. 24-cü sualda nə deyir? Yenə də kodlaşdırma verilib. Fikir versək, bir dənə burada ma-ın şifrəsi fərqlidir. Baxın, ma. Ma-a. Başdan hansıdır? Ma. Deməli, ma-ın şifrəsi nədir? Ma. Ağ dairənin şifrəsi ma-adır. Onda sayın şifrəsi nədir? Sayın da şifrəsi nə olacaq? Sayın da şifrəsi, bu da olacaq qara üstbucaq. Düzdür? İndi burada sayın da şifrəsi nə olacaq? Sayın da şifrəsi üstbucaq ağ olacaq. Üstbucaq ağ. Qaldı burada nayın şifrəsi. Nayın da şifrəsi qara dairə olacaq. Fikir verin, çünki bax, qara dairə. Qaldı məyin şifrəsi. Məyin də şifrəsi nədir? Burada kvadratdır. Bu da oldu məyin şifrəsi. Məyin şifrəsi. Bizdən N-ayın şifrəsi nə idi? N-ayın şifrəsi qara dairə idi. Məyin də şifrəsi belə ağ kvadrat idi. Bu da oldu C variantı. Keçək 25-ci suala. Nə deyir? 25-ci sualda nə deyir? 60 dənə xalqa verilib. Onların hissəsi qırmızı rəngdədir. Baxın, gəlin perioda baxaq. Görək neçə dəfədən təkrarlanır. Harda başlayıb, harda bitirir? 1, 2, 3, 4, 5, 6, 7. Fikir verin, burada başlamışdır, yenə başlayır. Ona görə period neçə dəfədən təkrarlanır? 7 dəfədən 1. 60 dənə xalqanı 60-ı bölürük 7-yə. Düşür nə qədər? 8, qalıq da qalır 4. Yəni, bu düzülüşlə 8 dənə belə bir düzülüş olacaq. Qırmızı da fikir verin, 2 dənə yanaşı gəlir də. Görürsünüzmü? 2 dənə yanaşı gəlir. Olduğuna görə, 2 dənə olduğuna görə 8-i vururam 2-yə.
Neçə eləyir? 16 dənə. Cavab 16 olacaq. Bəs deyərsiniz ki, qalıq 4 hara getdi? Qalıq 4 sanki 9-cuna başlayanda bu halqadan sonuncu hansı olacaq? Bu halqanın sonuncu baxın. Qalıq 1 1-dir. 2 2-dir. 3 3-dür. 4-cü nə olacaq? Yaşıl olacaq. Yəni birdən bizdən yaşılı soruşsaydı 16-nın üzərinə 1 gələrdi. Olardı nə qədər? 17. Yəqin ki, aydın oldu. Keçək 26-cı sual. Nə deyir? Şəkildə 10 dənə ada, 12 dənə də körpü var. Adan B-yə getməyin mümkün olmaması üçün ən az neçə körpüyü dağıtmaq lazımdır. Gəlin göstərim. Baxın, ada budur. Körpülər də bu xəttlərdir də. Ən az getməsi üçün 2 dəfə körpü dağıtmaq lazımdır. Hansı körpülər? Onları da göstərim sizə. Əgər baxın bu körpünü dağıtsam, fikir verin. Bu adada gedilməyəcək, bu adada gedilməyəcək. Onsuz da B-yə, buradan B-yə getməsi üçün ya buradan yol var idi, ya da buradan yol var idi. Deməli, buradan bir dənə körpü dağıtdım. İndi fikir verin. İndi bu tərəfdən gəldi, düzdür? Bu tərəfdən də gəlir yol. İndi mən buranı dağıtsam, bu körpünü dağıtsam, bura qırılacaq da. Bu adadan bu adada gedilməyəcək. Ona görə buradan da bir dənə körpü dağıtdım. Şu, 2 dənə. Digər hallarda hansı ola bilərdi? Baxın, digər hallarda yenə də fərq yoxdur. Məsələn, bu körpünü dağıtdınız, düzdür? Gəlib bu körpünü dağıda bilərdiniz. Əgər bu körpünü dağıtsaydınız, fikir verin, adan B-yə getmək olardı da. Ona görə ancaq 2 dənə körpü dağıtmaq lazımdır. 27-ci sual. Nə deyir? Və yazıram. 1, 2, 3, 4, 5, 6, 7, 8, 9, 10, 11, 12 nöqtələr, 13. Bu da olsun nöqtələr 20. Düzdür? Yox, gəlin yazaq. Çünki bizə lazım olacaq. 13, 14, 15, 16, 17, 18, 19. Bu da olsun 20. 20. Düzdür? Ən böyük 1-dir burada. 1-dən 20, ən kiçiyi 20-dir. Nədir? Sinifdə 20-dən şagird var. Onların hər birinin boyları fərqli natural ədədlərlə ifadə olunur. 5-ci ən uzun şagirdi 169-dur. Baxın, 5-ci buradadır da 169. Sonra nə deyir? 5-ci ən qısa şagird 158-dir. Baxın, indi ən qısa şagird buradan gəlirəm də. 1, 2, 3, 4, 5. Deməli, 16-cı neçədir? 16-cı 158-dir. Düzdür? İndi fikir verin. Bizdən ən uzun boyu soruşur. 158. 158-dən sonra nə gəlir? 159. Sonra gəlir 160. 160-dan sonra 161. Düzdür? 162. Sonra gəlir 163. 10-cu neçə? 164. Bizdə də 10-cu lazım idi. Baxın, buradan da gəlsəz 158. Misasuz gələrsiniz. 6-cı. 7-ci 150. Yox, burada niyə səhv yazdım? 158 niyə? 169-dan 1 çıxanda nə qədər olur? 168. 8. 67. 65. 64. Bizdən də 10-cu soruşdu nə gəlir? 10-cu nə oldu? 164 B variantı. Sonra keçən növbəsi suala. Hər saatın tamamında bir qatar A məntəqəsindən B məntəqəsinə yola düşür. Eyni zamanda digər qatar B məntəqəsindən A məntəqəsinə yola düşür. B məntəqəsindən yola çıxan qatar bu məsafəni 2 saat 30 dəqiqə qət edərsə A məntəqəsinə çatana qədər qarşıdan gələn neçə qatara qarşılayacaq.
Gəlin baxaq, nə deyir? Bu bizim yolumuzdur. Bura B məntəqəsidir, burada A məntəqəsidir. İndi fikir verin. Deməli, qatar 2 saat 30 dəqiqə, deməli 2 saat 120, 150 dəqiqə gəlir. Baxın, hər saatın tamamında. Baxın, indi gəldi bura qatar. Dayandı burada, düzdür? İndi buradan bir dənə maşın çıxdı. Düzdür? İndi gəldi, çıxdı bura. İndi buradadır da. İndi buradan yenə də bir dənə maşın çıxdı. İndi buradan dəbərdi, bir dənə də maşın çıxdı. Neçə dənə qarşılaşdı? 3 dənə qarşılaşdı. 29-cu sual nə deyir? Zərlərin qarşı üzlərdəki natural ədədlərin cəmi eynidir. Ədədlərin 5-i 12 olarsa, belli bu ədədlər. 6-cı ədədin ala biləcək qiymətlər cəmini tapın. Baxın dostlar. İstəsiz ədədi ortadan tapmaq olar. Bax, fikir verin. Neçə olmalıdır? Bax, istəsəm, bax, 7 ilə 11-in cəmi neçə edilir? 7 ilə 11-in cəmi 18, düzdür. İndi, 12 ilə də 6-nın cəmi neçə edir? 18. İndi 5 qalıb. 5-in üzərinə isə gəlsəm, 13 gəlsəm, edir 18. Bir dənə oldu A. İndi ikinci halda. İkinci halda hansı ədədlər gəlsək, İndi baxın 5, 6, 7, 11, 12 gözümüzün qabağında olsun. İndi bu da gəldi 11 ilə 7-ni gəldik. 6 ilə 12-ni gəldi. İndi 5 ilə 12-ni gəlsək 17 eləyər. 6, hə, baxın 5 ilə 12-ni gəlsəm eləyəcək nə qədər 17. İndi 6 ilə də 7-ni gəlsəm, niyə 6 ilə 7? 6 ilə 11-i gəlsəm 17. İndi burada nə qaldı? Qaldı burada 5 getdi, 12 getdi, 6 getdi, 11 getdi. Burada qaldı 12. 12-nin üzərinə 12-ni gəlmişəm. Baxın, 5 ilə 12 getdi. 5 ilə 12-ni sildim buradan. 6 qaldı da. 6 ilə 7. 7-nin də üzərinə 10 gəlsəm, 17 eləyəcək. Deməli, 10 üstə gəl 13. Neçə elədi? 23. Bu da oldu D variantı. Sonra keçək 30-cu sual nə deyir? ABC fərqli rəqəmlərdir. Bu rəqəmlərin düzəldilmiş müxtəlif rəqəmli ən böyük 2 rəqəmin ədədinin cəmi 1668-dir. Deyək ki, ən böyük adı sonra B-dir, sonra C-dir. Baxın, A, B, C. Sonra bundan bir dənə də ədəd düzəldirəm, ən böyük. A qalsın yerində, çünki ən böyük A rəqəmidir. Sonra C ilə B-nin yerini dəyişirəm. Nə verir bizdən? 1688. Fikir verin. C ilə B-nin cəmi 8-dir. B ilə C-nin cəmi də 8-dir. Deməli, buradan B üstdə gəlsin C. 18 eləmir ha. Çünki 18 eləsəydi, bax, alt-alta yazacağım. Tam aydın olsun sizin. Bax. A, B, C. Üstə gəl. A, C, B. Bax, birinci nə oldu? 8. Bura oldu 8. Bura oldu 6, 16. Düzdür? Baxın, C ilə B-nin cəmi 8. B ilə C-nin cəmi yenə də 8. Deməli, B ilə C ya 3 ola bilər, ya 5 ola bilər. Düzdür? Ya 2 ola bilər, ya 6 ola bilər. Çünki burada heç bir yadda qalmır. Əgər yadda 1 qalsaydı, burada 8 yox 9 yazardıq. Ona görə
B ilə C-nin cəmi bilirəm ki, B ilə C-nin cəmi nəyi verir? 8-i. İndi 16 olması üçün A neçədir? 8 ilə 8 gəlsəm 16 eləyər də. A da oldu. A da 8. Bizdən ABC-ni soruşur. A'mız 8. BC-nin də cəmi 8-dir. 8 8 gələndə 16.